Araşdırmalar göstərir ki, qidaların qoxusu iştahı gücləndirən vacib siqnallardan biridir. Bəs bişinti məhsullarının iştah açan, insanları cəzb edən qoxularının sirri nələrdir? Gəlin birlikdə öyrənək. Şirniyyat sektorunda bir çox məhsullar, yəni biskvitlərin bişirilməsində, tortların hazırlanmasında bişərkən bu buxarlanır. Buxardan çıxan qoxu ətrafa xoş əhval-ruhiyyə yayır. Şokolad insana xoşbəxtlik hormonunu artıran bir maddədir. Və xoşbəxtlik hormonunu qoxu ilə artırdıqda insan onu dadmaq istəyir. Və yaxınlaşıb onu alıb daddıqda o daha çox insana xoşbəxtlik verir. Maraqlıdır, bəs müştərilər qida məhsulları alarkən ən çox nələrə diqqət edirlər? Xüsusilə qoxusu ilə cəlb edən şirniyyatları. Ləzzətinə, qoxusuna, dadına. Şokoladlar qoxusu isti-isti ləzzətli olur. Belə görən kimi alıb yemişəm. Çox vaxtda cəlbedici qoxular məhsulu həm də dadlı edə bilir, amma bəzən görünüş də əsasdır. Əsasən tərkibinə diqqət edirlər, ləzzətinə, həmçinin vizual görünüşünə də diqqət olunur. Və əsasən özəl günlərdə daha çox vizual görünüşə diqqət edirlər. Məsələyə başqa bir aspektdən də yanaşaq. Hazırda dünyada süni dadlandırıcı və qoxu verən xüsusi ətirləndirici maddələrin istifadəsi çoxalıb. Belə ki, Amerikada əhalinin təxminən 40%-i hər gün dadlandırıcılardan istifadə edir. Avropada da vəziyyət oxşardır. Nəticədə bu hal bütün ölkələrə təsir edir. Mütəxəssislər isə deyir ki, qatqı maddələri, bunlar ətirləndirici maddələr bir sıra yollarla əldə olunur. İlkin yol təbii yolla əldə olunan təbii ətirləndirici və rəngləndiricilərdir. Bunlar vanil ekstraktından, hansı ki vanil çubuğundan əldə olunur, limon ekstraktından və digər meyvələrin müəyyən ekstraktlarından əldə olunur. Digərləri isə sintetik yolla əldə olunan, yəni kimyəvi proseslər vasitəsilə ərsəyə gətirilən rəngləndiricilərdir. Üçüncü bir digər yolda isə bunlar qismən təbiiyə bənzər əldə olunan rənglendirici, dadlandırıcı və müəyyən ekstraktlardır. Bu cür məhsullar görünüşü, ətri, ləzzəti ilə diqqətimizi cəlb etsə də, qida seçimində əsas meyar sağlamlığımız olmalıdır. Röya Salmanova, Burhan Turabov, Telesəhər.